Hər vaxtınız xeyir olsun. Bir şey açıqlama gətirmək istəyirəm ki, son zamanlar Pünhan haqqında danışılan sözlərlə razı deyiləm. Bir açılışda yaşanan hadisəni zaten bütün insanlar, orada olan insanlar gördü və bununla bağlı da video yayıldı. Pünhan sadəcə orada bir insanın mənlə davranışını, rəftarını gördüyü üçün belə bir agresiya verdi. Belə bir kobud şəkildə davrandı. Amma Pünhanı tanıyanlar tanıyır, necə insan olduğunu çox gözəl bilirlər. Bəli, biraz kobuddu, özündən tez çıxandı, amma insanlara qarşı da necə sayğılı, hörmətli davrandığını bunu hər kəs bilir. Ona görə də gəlin öz millətimizi yıxmayaq, sürüməyək, öz millətimizin, öz insanlığımızı göstərək, öz millətimizə hər zaman dəstək olaq. Var olun. Bu Pünhan müğənni var. Mən onu qətiyyən sevmirəm, qətiyyən dinləmirəm, açıq deyim. Amma bugün onu dəstəkləyirəm. Bu kişi nə deyir, düz deyir də. İstər özünə tələb edir ki, mənə dəyər verin, qiymət verin, hörmət qoyun, ya da sənət dostlarına. Nə deyir, başqa bir şey deyir. Mən başa düşmürəm, bu qadınlar, bu qızlar, oğlanlar yox, ən çox qızlar, qadınlar bu müğənnilərlə şəkil çəkdirmək, foto çəkdirmək, bu nə xəstəlikdir sizdən? Siz nə yeyirsiniz, nə qidalanırsınız, haranın havasını alırsınız. Gəlmirsən konserti dinləməyə. Sakitcə dayan, dinlə də. Mütləq sən səhnəyə çıxmalısın, birinci. Ümumiyyətlə, bu bizdədir ya. Ümumiyyətlə, siz fikir vermişsiniz, dünyada səhnəyə heç kimin çıxmasına, qalxmasına icazə verilmir. Səhnədə şəkil çəkdirmək olmaz. Bu ancaq bizdədir. Və hamı da deyir ki, Pünhan tərbiyəsizdir, Pünhan yaxşı etmədi, Pünhan belə elə, Pünhan düzlədi. Toya gedirsən, toy məclisinə, şadlıq sarayına. 50 nəfər ana, ata var, 150 nəfər uşaq var orada. Hamısı da girir müğənnilərin ayağının altına. Rəqqasənin, o gün bir rəqqasələr rəqs edir. Uşaqlar bunlardan betər. Qaçırlar o tərəfə, mane olurlar. O da uşağın qolundan tutdu kənara. Mən inanıram ki, o rəqsin sonunda, o sona çatacaq. Gör valideynlər o rəqqasəni nə günə qoyacaq. Sən mənim uşağıma niyə toxundun? Gözləyin də bunları da. Ay valideynlər, ay Azərbaycan qadınları, bəziləri. Nə olsun evdar qadınsan, nə olsun küftə pişirənsən, nə olsun nə bilim pomidor bağlayansan, xiyar bağlayansan, badımcan bağlayansan, nə olsun ərvin corabın yuvansan, ərvin inimş ayağın yuvansan. Gəlmirsən konsertə, adam kimi dayan dinlə də. Bütün hamı Pünhan tərbiyəsizdir. Pünhan niyə tərbiyəsizdir ki? Deyir, ay kişi, bura səhnədir. Səhnədə şəkil çəkdirmək olmaz. Düşərəm aşağı, enərəm aşağı, şəkil çəkdirərəm. Pünhan, Sarı Səfra Bahadur bu dəfə səni dəstəklədi, düz etmişsən.